Çox adam nə deyir? Deyir ki, məsələn, mən deyir o boyda günah işləmişəm, eləmişəm, belə eləmişəm, artıq namaz qıla bilmərəm. Necə eləyim, nətər eləyim? Yəni artıq çıxış yolum yoxdur. Günahlar işləmişəm, zina etmişəm, günahlar işləmişəm, kafirliyə səbəb olan sözlər demişəm. Çox şeylər işləmişəm. Bəs mən necə eləyim ki, tövbə eləyim, necə eləyim ki, mən namaz qılmaq istəyirəm, amma sadəcə olaraq tövbə o qədər günahlar eləmişəm ki, tövbə eləməyə üzüm gəlmir. Necə eləyim, nətər eləyim? Quran-Kərimdə buyurulur ki, həqiqətən Allah tövbə edənləri sevər və təmizlənənləri sevər. Yəni sən bax Allah Taala'ya tövbə etdiyin zaman bax Allah Taala həqiqətən Ət-Təvvabdır. Yəni tövbələri qəbul edən. Sən Allah Taala'ya tövbə etsən, Allah Taala sən yəni səmimi qəlbdən, ürəkdən, ixlaslı, səmimi tövbə etsən, Allah Taala sənin tövbəni qəbul edir. Allah Taala böyükdür, Allah rəhimlidir. Bax fikirləş ki, bir dənə anaya o boyda yəni mərhəmət verən Allah Taala gör özü nə qədər mərhəmətli. Nə qədər ana məsəl üçün bala məsəl üçün anaya nə qədər hörmətsiz eləsə də, yenə ana balanı əfv eləyir. İndi mərhəmətlidir, yəni mərhəmət eləyir. İndi baxın, anaya o mərhəməti verən Allah Taala'nın özü nə qədər mərhəmətlidir. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. Uşaqlar, kanala abunə olub, like atmağı unutmayın. İslam yolunda, Allah yolunda çalışaq, vuruşaq, xidmət eləyək. Allah yolunda bu dünya və həyatı başını buraxaq. Yəni düzdür, başını buraxmaq deyəndə ki, işdən çalış, əziyyət çək, sadəcə olaraq dini, İslamı halal yoldan elə. Yəni haram qatışdırma, mal və haram qatışdırma, bu faktiki sənə ziyandır. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. Kanala abunə olub, like atmağı unutmayın.